suallar düşüb. Çünki niyə? Misal üçün, kompleks ədədə baxsaq, deyərik ki, keçən dəfəki imtahana düşən kompleks ədədlə bu imtahana düşən kompleks ədədin yerlə görə fərqi var. Ona görə gəlin baxaq suallara görək necə suallar düşüb. Birincidə deyir ki, NA və B çoxluqları üçün NA çıx B 6-dır, B çıx A deməli 4-dür. Olarsa birləşməni tapın. İnşallah birləşmənin düsturunu bilirsiniz ki, NA birləşsin B bərabərdir. Deməli, NA çıx B toplansın N B çıx A, deməli, toplansın, minus, daha sonra toplansın N A kəsişsin B olacaq uşaqlar. Bilirsiniz ki, N çıx A çıx B 6-dır, B çıxa 4-dür. Məndən də ən kiçik qiymətini tapın dediyi üçün 6 ilə 4-ün cəmi olacaq 10 və əgər A-dan B-ni çıxanda 6 eləyirsə və B-dən A çıxanda 4 eləyirsə, deməli minimum gəl bunu kəsişməni 1 götürək. Sanki hər ikisində ortaq 1 var da, yəni bir dənə element var. Ondan da 1 götürsək cavab olacaq 11 A variantı. Misal 62 çox sadədir uşaqlar. Hər ikisində bunu 5 vur 5 kimi yazsaq, hər ikisində 5 var ortaq. O da olacaq 5 çıxılsın A. Cavab nə variantı olacaq? D variantı olacaq. Daha sonra keçək 60-cı suala. Deyir ki, hansı hissəsi irrasionaldır uşaqlar? Məncə çox sadədir bu. Deməli, əvvəlcə baxaq görək neçə dənə ədəd var burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ümumi mümkün hallarımız var uşaqlar bizim. Gəlin baxaq görək nə qədər hansılar irrasionaldır. Pi irrasionaldır, bəli uşaqlar, çünki dövrdə gedir. Kök altında 3 də irrasionaldır. Kök altında 9 irrasional deyil. Nəyə görə uşaqlar? Çünki kök altında 9-dan neçə çıxır? 3 çıxır, bəli. Bu da irrasional deyil uşaqlar. Çünki bu 1,90-da 63-dür. Yəni rahat şəkildə rasionala gətirə bilirsiniz. Bu da irrasionaldır. Bu da irrasional deyil uşaqlar. Bunların üstünə xətt çəkirəm. Kök altında, səfərən burada 5 idi üstünə dəqiqə. Bəli, 3 kök altında 5 də nədir? İrrasionaldır götürürəm. Bunlar isə irrasional deyil. Deməli, mümkün hallarımız nə oldu uşaqlar bizim? 4 dənə oldu. Ona görə də cavab olacaq nə? 10-da 4, yəni 0,10-da 4. Nə variantı uşaqlar? C variantı. Kim yazıbsa doğru yazıb. Davam eləyək uşaqlar. 64-də. Bilirsiniz ki, eyni dərəcədən olanda bir kökün altında yazıb rahat şəkildə 11 çıxılsın kök altında 21 vurulsun 11 toplansın kök altında 21 yazmaq olar. Bu da bizə uşaqlar kvadratlar fərqi verir. Kvadratlar fərqi də bilirsiniz ki, 11-in kvadratı çıxılsın kök altında 21-in kvadratı. Yəni 121 çıxılsın 21 kök altında deməli 100 eləyəcək. Bu da mənə verəcək uşaqlar nə? 10. Davam eləyək uşaqlar. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır deyirsə, 80 ton şəkər çuğunduru varsa, 80-in 20%-ni tapacaqsınız. Böləsiz 100-ə. İxtisar gedir, cavab olur neçə uşaqlar? 16. Deməli, davam eləyək uşaqlar, davam eləyək. 66-da ədədi silsilənin ardıcıl hədləridir. Uşaqlar, ardıcıl hədləri bilirsiniz ki, A1, A2, A-dən ortadakı A2 bərabərdir. Eyni, belə deyək də, tərəflərdə eyni uzunluqda olan hədlərin cəminin ədəd ortasıdır uşaqlar. Nə idi ədəd ortasıdır? Bu qaydanı tətbiq edərək, gəlin burada, deməli, yazacaq ki, modulda 3 çıxılsın y bərabərdir. Y çıxılsın 2, toplansın 6 çıx y bölək 2-yə. Y-lərim islah getdi uşaqlar. 3 çıx y modulda bərabərdir. 6-dan 2 çıxırsan 4 bölək 2, eləyəcək 2. Deməli, 3 çıx y-i bir dəfəsində 2-yə bərabər eləyəcək. Bir dəfəsində də uşaqlar mənfi 2-yə bərabər eləyəcək. Bu zaman deyəcək ki, uşaqlar, deməli, y bərabərdir 1. Bir dəfə də deyəcək y bərabərdir 5. Yəni, nə variantı uşaqlar? D variantı. Davam edirəm digər suala uşaqlar. Bir dəqiqə digərində mən bir dənə keçirəm. Bir dəqiqə. Deməli,
Digərini də qeyd edək uşaqlar. Desəm buradan başlayırız. Bilməmsə, hə. Aha. Bir də digər sualı da yükləyək. Gəlsin görək nə oldu burada. Hə, buradaymış uşaqlar. Daha sonra bilmirəm, o birisilər 60 neçədə qalmışdıq. Hə. Sonra baxarıq görək nə qalıb yarıda. Deməli belə. Burada uşaqlar deyir, iki kürənin birincisinin həcmi ikincisinin həcmindən 27 dəfə böyüdür. Uşaqlar, gəlin əvvəlcə belə yazaq da. Bilirsiniz ki, R1-in R2-yə nisbətinin kubu bərabərdir həcmlərin nisbətinə də, düzdür? Belə deyək də, həcmlərin nisbəti 27-dirsə, neçənin kubu 27 eləyir uşaqlar? Təbii ki, 3-ün də. Deməli, radiusların nisbəti 3 olacaq, düzdür? Aha. Bu səbəbdə sizdən birinci kürənin deməli səthinin sahəsinin deməli ikinciyə nisbətini istəyir. Onda səth sahəsi deyəndə, sahə də deyəndə nə edir uşaqlar? Kvadrata yüksəldirik də, doğrudurmu? Onda necə cavab neçə? 9. Aydın oldu? Aha. Bir dəqiqə uşaqlar. Bir dəqiqə. Aha. Tamam. Davam edirik uşaqlar. Aha. Deməli, burada deyir ki, ən böyük və ən kiçik tam əllərinin sayını tapın. Bilirsiniz ki, x, baxın, mənfi 5,3-dən böyük, 6-dan kiçikdir. X, deməli, ən kiçik olacaq burada mənfi 5, ən böyük olacaq 5. Bunların da hasili istəyir uşaqlar mənfi 25. Düzdürmü? Aha, Y variantı. Daha sonra uşaqlar, iki perpendikulyar müstəvinin birinin, baxın uşaqlar, perpendikulyar müstəvidir. Müstəvi deyilsə düz xətt çəkində uşaqlar, baxın, perpendikulyar müstəvinin, baxın, birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən, nöqtə götürürəm, birindən 2 cm məsafədə yerləşir, birindən də 4 cm məsafədə yerləşir. Bura 4-dürsə uşaqlar, paralel olaraq qarşısındakı tərəf də 4-dür. Bura 2-dirsə, paralel olaraq qarşısındakı tərəf də 2-dir. Və bu nöqtədən kəsişmə nöqtəsinə olan məsafəni istəyir. Bu da bu nədir? Bu düzbucaqlının diaqonalıdır uşaqlar. Diaqonal bərabərdir kök altında 4-ün kvadratı topla 2-nin kvadratı desək. 16 üstə gəlsin 4 kök altında 20 edir uşaqlar. Bu da, bunu mən 4 vur 5 kimi yazsam, 2 kök altından nə eləyəcək? 5 eləyəcək. Yəni cavab nə variantı uşaqlar? C variantıdır. Aha. Sonra bir dəqiqə. Aha. Deməli, keçirəm neçənci suala uşaqlar? 70-ci suala. Paralel köçürmədə nə istəyir məndən uşaqlar? Verilən paralel köçürmədə A mənfi 3, 2 nöqtəsi hansı nöqtəyə çevrilər? Uşaqlar, bilirsiniz ki, deməli, neyir? Bizdə x-imiz neçədir? Mənfi 3-dür, düzdürmü? Onda x' bərabər olacaq mənfi 3 topla 4 eləyəcək 1. Y' olacaq 2 topla 1 bərabərdir 3. Deməli, 1, 3 nöqtəsinə keçəcək də. Hə, uşaqlar, doğrudurmu? Davam eləyək. Sonra, 71. Diaqonallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Aha, diaqonalın düsturu bilirsiniz ki, uşaqlar, n vurulsun, n çıxılsın, 3 bölünsün 2-dir. Diaqonalların sayı düsturudur bu. Bərabərdir 9-a. Çarpaz vursaq, n vurulsun, n çıxaq 3 bərabərdir 18-ə. Düzdür uşaqlar. Deməli, mənim sizə 2-si yoxsa 9-u asan idi. Uşaqlar, 2-si olan çox asan idi. İndi bir dənə kompleks ədəd gələcək qabağımıza. Görəcəksiniz ki, həqiqətən də kompleks ədədi orada verilmişdi, misal üçün də atıram 2 çıxılsın 2-nin kompleks qoşmasını tapın. İndi bir dənə sual veriblər. Uşaq, orada bir məntiq də var. Diqqət eləyəcəyin bir nüans da var ki, orada çətin salmışlar o uşaqlara. Çətin də deyil, əslində bilən uşaq üçün heç bir şey çətin deyil. Hə, uşaqlar, burada n6 olacaq ki, 6-dan burada da olacaq 6 çıx 3, 3. 6 təpədə 3 eləyəcək nə? 18.
Deməli, enimiz olacaq neçə uşaqlar? 6. Yəni, nə variantı? D variantı. Loqaritma 2 əsasdan 24, 14-ün kvadratı çıx 10-un kvadratı kvadratlar fərqidir. Deməli, 14 çıxılsın 10, bir dəfəsində də 14 topla 10 yazsaq uşaqlar bərabərdir. Loqaritma 2 əsasdan məxrəc olacaq 24. 14-dən 10 çıxırıq 4, 14-ü son gəlirik 24. 24-də ixtisar gedir. 4 uşaqlar 2-nin kvadratı olduğu üçün kvadrat qabağa gəlir, bu 1-ə çevrilir. Cavab olur 2. Yəni C variantı. Aha. Davam eləyək uşaqlar. Yəni digərini də açaq. Deməli. Deməli belə. Tamam. Davam. Deyir, A parametrin hansı qiymətində A çıxılsın 1/2 tənliyinin həlli var? Uşaqlar, nə zaman tənliyin həlli olur ümumiyyətcə? Sinus x-in bilirsiniz ki, -1 aralığında qiymət aldığını bilirsiniz deyə. Yazırsınız ki, A çıxılsın 1/2 -1-dən böyük, 1-dən nə olmalıdır? Kiçik olmalıdır. Ona görə də deyirik ki, uşaqlar, deməli, hər tərəf nə edəcəyik? Birinci 2-yə vuracağıq uşaqlar. Hər tərəf nəyə vuracağıq? 2-yə vuracağıq. Daha sonra burada olacaq -2, A çıxaq 1, burada olacaq 2. Sonra hər tərəfin üstünə 1 gələcəksiniz uşaqlar. Bu olacaq -1, bura olacaq A, bura olacaq 3. Yəni ki, -1-3 aralığı D variantı. Doğrudur uşaqlar. Aha, davam eləyək. 74. Uyğun tərəfləri paralel olan iki bucağın biri o birindən 80%-ni təşkil edir. Biri x-dırsa, biri 0,8x-dir uşaqlar. Və uyğun tərəflər paralel olan bucaqların cəmi 180 dərəcə olduğunu Çox üzr istəyirəm. Deməli, bunları toplayacaq uşaqlar, bərabər eləyəcək 180 dərəcəyə. Bilirsiniz ki, deməli, uyğun tərəflər paralel olmayacaqlar ya bir-birinə bərabər olur, ya da ki, cəmi 180 dərəcə olur. Bunları toplayaq. 1,8x bərabərdir 180 dərəcəyə. X olacaq neçə dərəcə? 100 dərəcə. X 100 dərəcədirsə, digəri onun 80%-ni təşkil edir. Yəni 80 dərəcə olacaq. Mənə deyir ki, böyük bucağın dərəcə ölçüsünü istəyir, uşaq isə 100 dərəcə. Davam eləyək. 75. Baxın, burada deyir ki, Z1 bərabərdir 9 çıxılsın, x i üstü səhv eləmirəmsə 5 olmalıdır. Digəri isə deməli y üstə gəlinsin 6i üstü 35 olmalıdır. Düzdürmü? Belə bir buranlıq görsənib. Deməli, bunu necə eləyəcəksiniz uşaqlar? Bu bunun deyir qoşmasıdır. Bunlar qoşmadılar. Öncəliklə gəlin bu i üstü 5-i necə yazaq? 5-i bölək 4-ə eləyəcək 1. Yəni i üstü 5, uşaqlar i üstü 5 bilirsiniz ki, i üstü 1-ə bərabərdir, düzdür? Onda yazacağım z-i bərabərdir. Deməli 9 çıxılsın x-i, doğrumu? Yaxşı, gəlin buna baxaq. i üstü 35 görürük uşaqlar. i üstü 35 bərabərdir. i üstü 35-i böləndə 4-ə eləyəcək 8 qalıq neçə? 3. Bu da i üstü 3-ə bərabərdir. i üstü 3-dəki bilirsiniz ki, uşaqlar mənfi i-yə bərabərdir. Gətirib mən bunu ikincini, yəni z2-ni yaza bilərəm də y çıxılsın 6i. Baxın, mənfi oldu. Elə ki, bu mənfi bu müsbətə təsir elədi. Aha, bunlar qoşmadırsa uşaqlar, diqqətlə qulaq asırsınız. Bu bunun qoşmasıdırsa, deməli bilirsiniz ki, qoşmada qiymətli isə yəni rez dəyişmiş. Yəni elə 9-dursa y-də 9 olacaq. Doğrudur mu uşaqlar? 9-dur. Amma imiz dəyişəcək. İmizi dəyişəcək. Yəni bura mənfi 6-dırsa, bax burada bunun əksi olmalıdır.
Bunun əksi olmalıdır. Yəni, bura mənfi 6-sa, bura müsbət 6 olmalıdır. Bax, bura müsbət 6 olmalıdır. Bunun da müsbətə çevrilməsi üçün x nə olmalıdır? Mənfi olmalıdır. X olacaq mənfi 6 və bunların da cəmini istəyir. Cəmi olacaq 3. 3 yazanlar tamamilə doğru deməli, yazıb. Deməli, 76. 4 sinüs kvadratı, bunu da balacalaşdırmış olmaz. 4 sinüs kvadratı alfa çıx, kosinüs kvadratı alfa üstə gəl 1, vurulsun kosinüs kvadratı alfa, topla 4 kosinüs kvadratı alfa. Bu ikisindən 4-ün mötərizə xaricinə çıxarsam, sinüs kvadratı alfa toplansın kosinüs kvadratı alfa eləyəcək. Çıx. Bu ikisi mənə verir 1 bölək kosinüs kvadratı alfa. Bilsizdə şöyle qayda var. 1 üstə gəlsin tangens kvadratı alfa bərabərdir 1 bölək kosinüs kvadratı alfaya. Aha. Yazacağım onda 1 bölək kosinüs kvadratı alfa vurulsun kosinüs kvadratı alfaya. Bu mənə verir 1. Bilsiz ki, sinüs kvadratı alfa ilə kosinüs kvadratı alfanın cəmi nə verir mənə uşaqlar? 1 verir. Aha. Onda yazacağım ki, 4 vurulsun 1 çıxaq. Bunlar ixtisar gedir. Qalacaq 1. 4-dən də 1 çıxan eləyəcək neçə uşaqlar? 3. Cavab 3. Sonra burada deməli 3 5 üstü x olacaq 3 vurulsun 5 üstü x üstə gəlsin. 5 üstü x üstə gəl 1 də parçalayıram. 5 üstü x vurulsun 5 kimi yazıram. Bərabərdir nəyə? Neçə idi burada şoşunda? Bir dəqiqə. Bunu qapaq. Aha. Siləmədim. Hə, 200-ə bərabəriymiş uşaqlar. Bərabərdir 200-ə. 3 5 üstü x-lə 5 5 üstü x-i toplayanda 8 dənə 5 üstü x eləyəcək. Bərabərdir 200-ə uşaqlar. 5 üstü x də bərabərdir. 200-ü 8-ə böləndə eləyəcək 25. X də olacaq 2. Yəni neçənin kvadratı 25 eləyir? 2-nin uşaqlar. Aha. Burada uşaqlar yuxarıdakını görürsünüz ki, baxın, burada yuxarıdakını görürsünüz ki, misalda x çıxılsın 1-in kubu eləyir də, doğrudurmu? Aha. Aşağıdan da mən 2-ni mötərizə xaricinə çıxarsam, x kvadratı çıx nə olacaq? 1 olacaq da, düzdür? Bunu da mən 2 vurulsun x çıx 1, x plus 1 kimi yazsam, aha, tez yazıram ki, 2 vurulsun x çıx 1, x plus 1 kimi yazsaq, bu mənə yuxarıdakı bax bu verir mənə x çıxılsın. Oy. X çıxılsın. Bu niyə bir incə yazmır ki, mən qalın yazıram. Hə, x-ə gəlsin 1-i, nə x? Bir də başa aldım. Yuxarıda yazmışdım. Bax bu da mənə, bax bu yuxarıdakı da mənə x çıxılsın 1-in nəyini verir? Kvadratını verir də, düzdürmü? Aha, yazıram bölünsün. X çıxılsın 1-in nəyi? Kvadratı, doğrudurmu? Aşağıdakı da x-də gəlsin 1 kimi qalır. Aha. Uşaqlar bilirsiniz ki, bölmədə birinci olduğu kimi qalır. İkinci neyini uşaqlar? Tərsinə çevrilir və vurulur. Vuruldu. Aha. Bununla bu ixtisar gedir. Yuxarıdakı hədlə aşağıdakı həd gedir ixtisar çarpaz şəkildə. Deməli, burada qalacaq 1 uşaqlar. Burada qalacaq x çıxılsın nə? 1, düzdürmü? X üstə gəl 1-lər ixtisar gedir. X çıx 1 ilə yuxarıdakı x çıx 1 ixtisar gedir. Qalır 2-də 1. Qalır nə? 2-də 1. Aha. Sonra uşaqlar, axırıncı suallarımıza baxırıq. Bir dənə keçim digərini də yüklüyüm buradan. Deməli. Belə. Aha. Davam edək, uşaqlar, davam edək. Deməli, burada deyir ki, akt zalında hər sıradakı yerlərin sayı nədir? Hər sıradakı yerlərin sayı bir dəqiqə burada necə görsən uşaqlar görünmür tam. Oxuya bilmədim. Bir dəqiqə. Deməli, hər sıradakı yerlərin sayı sıraların sayına, hə, yerlərin sayıdır. Oxuya da bilmədim özüm əllə.
Hə, hər zaldakı, hər akt zalındakı hər sıradakı yerlərin sayı, deməli, sıraların sayından 8 vahid çoxdur. Düzdürmü uşaqlar? Bir dənə bura yazaq sıra, bir dənə də yazaq yer. Düzdürmü? Yazdıq. Yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli, sıranın sayı x-dırsa, yerin sayı x üstəgəlsin 8-dir. Bu zaldakı yerlərin ümumi sayı 384-dür. Düzdürmü uşaqlar? Bilirsiniz ki, sıranın sayına, yerin sayına vuranda ümumi neyəcək uşaqlar? X vurulsun, x topla 8 bərabərdir 384-ə. X kvadratı üstəgəlsin 8x. 8x bərabərdir 384-ə uşaqlar. 384-ə. Aha, bu keçir sol tərəfə. X kvadratı üstə gəl 8x çıxaq 384. Bərabərdir 0-a. Nəylə nəyin hasili 384 edəcək? Deməli, cəmi -8 edəcək. X bərabərdir. Deməli, bir kök olacaq 16, bir kökü də olacaq. Deməli, -24. Mənə mənfi lazım deyil, müsbəti lazımdır. Elə sıranın da sayı olacaq neçə uşaqlar? 16. Davam eləyək uşaqlar ikinciyə. Burada, baxın, buranı 9 yazıb, deyir ki, ayım 9-dur. Buranı da verib 16, doğrudurmu? Və burada da bir dənə hündürlük yendirib. Rahat şəkildə, burada bir düzbucaqlı, üçbucaqda metrik münasibətləri görürük də uşaqlar. Rahat yaza bilərik ki, bura 9, bura 16-dırsa, bura bir h yazsaq, h kvadratı bərabərdir 9 vur 16-ya. Hə? Onda h olacaq neçə uşaqlar? 12. Yaxşı. Bunu yerinə yazdıq ki, neçə uşaqlar? Və sən 12-sən. Qeyd elədik bura. Sən 12-sən. Pifaqor teoreminə görə burada bir düzbucaqlı, üçbucağa mənə gəlir. 90 dərəcə. 12, 9-dırsa, bura olacaq 15. 12, 16-dırsa, bura olacaq nə uşaqlar? Deməli, bir dənə baxım görüm. Deməli, 16-nın kvadratı üstəgəlsin 144. 4 edəcək. Yəni, bura neçə olacaq uşaqlar? 20. Düzdürmü? Rahat şəkildə S bərabərdir 15 vurulsun 20 yazıb düzbucaqlının sayəsini 300 tapa bilərsiniz. Və yaxud da ki, belə də eləyə bilərsiniz uşaqlar, belə də eləyə bilərsiniz. Deməli, asan yolla deyə bilərəm sizə. Bunu qoydum qırağa. Buranın 9, buranın 6-dır, buranın 12 tapdıq. Bilirsiniz ki, uşaqlar, üçbucaqda tərəf ona çəkmiş hündürlüyü verəndə sahə necə olur? 2-də 1 vurulsun, tərəf, yəni 25 vurulsun 12-yə. İxtisar gedir, cavab olur 150, düzdürmü? Buranın sayısı 150-dirsə, onda burada 150 olacaq, obşu 300 olacaq. Yəni, belə də tapa bilərsiniz. Yəni, 2 yolunuz var. Supermarketdə keçirilən kampaniya çərçivəsinə, deməli, müştəriyə hər birindən 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından. Deməli, buraya yazıram 5 AZN. Neysə, 5 AZN. 10 AZN, bir də 20 AZN yazıram. Yazdım. Aha, yazdım. Deməli, dəyərində kuponların yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN kuponların sayına 2 dəfə azdırsa, onda belə başa düşdük ki, 10 AZN-lik kuponların sayı 20 AZN kuponların sayından 2 dəfə çoxdur. Deyir, 5 AZN-lik kuponların sayından isə 16 dənə azdır. Onda 5 AZN-lik kuponların sayı 20 dənəsininkindən 16 dənə çoxdur. Ümumilikdə 28 zərf təqdim olunduğu üçün toplayırıq bunları uşaqlar. Bərabər edirik 28-də. 4x bərabərdir 12-yə, x olacaq 3. Deməli, 20 AZN-dən 3 dənədir, burada 6 dənədir, burada isə 19 dənədir. İndi gəldik. Davam edək. Bizə lazım onları tapdıq da, demək olar ki. Deyir ki, müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 AZN dəyərində olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə məxrəcdə, kombinizon, opşi, nə qədər bizim zərfimiz var? 28 dənədən ikisini seçirdi, doğrudurmu? Bu bizim ümumi mümkün hallarımızdır. Bəs lazım olanları nədir? 2 dənə zərf seçir və hərəsindən bir dənə də, yəni ikisindən götürə bilmir ki. 30 AZN dəyərində olması üçün uşaqlar, 30 AZN nədir? Bir 20-dən götürməlidir, bir də nədən götürməlidir? 10-dan götürməlidir, düzdür? Kombinizon 20 AZN-lərdən nə qədər var? 20 AZN-lik deməli, kupondan nə qədər var? 3 dənə var. 3-dən 1 vurulsun. 10 dənəsindən nə qədər var? 6 dənə var. Kombinizon 6-dan 1 yazırıq. Davam edək.
Yazıram 3 faktorial bölünsün 3 sıx 1, 2 faktorial vurulsun 1 faktorial. Konvizyonda yazacağım ki 6 faktorial bölünsün 5 faktorial. Buna ehtiyac yoxdur əslində. Onsuz da bilirsiniz ki, uşaqlar. Onsuz da bilirsiniz ki, konvizyon 3-dən 1 3-dür. Konvizyon 6-dan 1 6-dır, yazdıq bunu bura. Yəni, başa salmağa ehtiyac yoxdur, bunu əzbər bilməlisiniz. 28 faktorial bölünsün, deməli, 28 faktorial bölünsün 28 sıx 2, 26 faktorial vurulsun 2 faktorial. Bunlar ixtisar gedir. Deməli, yazırıq 27 vur 28 bölünsün 2 vur 1. Bunlar ixtisar gedir. Uşaqlara qalır burada 14. 27 ilə yuxarıdakı 3 ixtisar gedir. Aşağıda qalır 9. 14 ilə də yuxarıdakı ixtisar gedir 2-yə. Burada qalır 3. Burada qalır neçə uşaqlar? 7. Aşağıda olacaq. Deməli, 9 vuraq 7-də nə qədər eləyəcək? 63-də 3. Bu da 21-də 1 eləyəcək uşaqlar. İnşallah bunu məsəf eləməmişik. Davam eləyək. Deməli, 170, əvvəlcə gəlin qızlara oğlanlar tapaq. Deyir ki, 170 santimetrdən az olan boyu oğlanların sayı y-dir, qızların sayı x 21-dir. Toplayıb 21-ə bərabər edirik. Bu səfər həmsə digər buraxılışlara da düşmüşdü bu suallar uşaqlar. Yəni, en iyisi salıblar. 170-dən çox olan isə, deməli, oğlanlarda 2y-dir, qızlarda x-dir. Bu da bərabərdə 17-dir. Yəni, düzdür uşaqlar? Gəlin, yuxarıdakıdan hər birini 2-yə vuraq. Təhlil istəməli eləyirik də. 2y üstə gəlsin 6x bərabərdir 42-yə. Burada isə 2y üstə gəlsin x bərabərdir 17-yə. Alt-alta çıxsaq, gedir islah. 6x-dən 1x çıxıram 5x. Bərabərdir nəyə uşaqlar? Deməli, 25-ə. X olacaq nə? 5. X 5-dirsə uşaqlar, bura olacaq, qızlar burada olacaq 15. Onda bura olacaq neçə? 6. Burada olacaq 5. Bura olacaq, deməli, 17-dən də 5 çıxanda 12. Bu qrupda boyu 170 santimetrdən çox olan, 170-dən çox oğlanların sayını istəyir uşaqlar 12 dənə. Vəssalam. Gəlirəm bu suala uşaqlar. Bu sual inanıram ki, çox uşaq qorxub. Prosta elə belə qorxulmuşsunuzlar uşaqlar. Burada da belə böyük bir şey yoxdur. Baxaq. Deyir ki, MN tapırsınız. MN da verib də sizin üçün ki, bəs burada x kvadratı çıx 8x üstə gəlsin 18-in təpə nöqtələridir. Düsturu biləndən sonra qutarır. M bərabərdir mənfi B bölək 2A-dan. Bunun əksi olacaq 8 bölünsün 2 eləyəcək 4. Deməli, N-dəki düsturu bilsiniz də uşaqlar mənfi diskriminant bölünsün 4A-dır. Bunu da diskriminantını tapsaq 64 çıxılsın 72. Bu da eləyəcək, deməli, mənfi 8. Onu da əksi müsbət 8 eləyəcək. Bölünsün 4. O da eləyəcək 2. Uşaqlar, A koordinatının, bax, A-nın koordinatı nöqtələri 4 ilə 2-dir, düzdür uşaqlar? Aha. Və nə deyir bizə? Dediyini oxuyaq uşaqlar. Deyir ki, bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələ alınan parabolanın təpə nöqtələri uyğun olaraq deyirsə, demək ki, ardıcıl olaraq. Gəlin, deməli, B-ni tapırıq. B nədir? Uyğun olaraq. Birinci gələn hansıda absis oxuna nəzərən. Absis oxuna nəzərən simmetrik olanda uşaqlar bilirsiniz ki, x-i dəyişmir, amma y əksinə dəyişir. C nədir? Koordinat başlanğıcında olanda hər ikisi dəyişir uşaqlar. Hər ikisi nə edir? Dəyişir. Və deməli, və nədir uşaqlar? D-də ki, ordinat oxuna nəzərən deyirsə, y dəyişmir, x-i dəyişir. Bunu da qeyd etdik. İndi deyir ki, bu alınan düzbucaqlının perimetrini tapın uşaqlar. Sadədir uşaqlar. Gəlin, bir sizə ədədlər koordinat oxu üzərində çəkib göstərəcəm. Sizə rahat olsun. Koordinat oxu üzərində çəkib göstərəcəm. Sizə rahat olsun. Baxın. A nədir ümumiyyətcə? A 4 2-də, düzdürmü? 4 bura olsun, 2 bura olsun. Və bu nöqtədir. 4 mənfi 2 B-dir. 4 aşağıdan da tutalım mənfi 2. Bu nöqtədir. Tamam. Mənfi 4 mənfi 2. Mənfi 4 mənfi 2 bura uşaqlar. Mənfi 4 2.
Uşaqlar bilirsiniz ki, buradan bura kimi nə qədərdir? 8-dirsə, onda buradan buranın uzunluğuna qədər 8 santimetrdir. Baxın, buradan bura kimi 4, buradan bura kimi 4. Oldu 8. Aşağıya baxaq. Buradan bura kimi 2, buradan bura kimi də 2-dir. Onda option nə qədər olacaq? 4 santimetr. Məndən də istəyir perimetrin inşallah. 8-in üstə 4 gəlirik. Vururuq 2-yə. 24 santimetr. Vəssalam. Perimetr də bu qədər. Məncə, uşaqlar, burada bir dənə başa salmadıqlarım da var uşaqlar. 82. Ya, bunları da başa salım. Aha. Deməli, bura uşaqlar 40 verib. Buranı verib 40. Deyir ki, ABC bucağında AB və AC, deməli, qoy, özümdə oxuyum, görünmüş burada. AB və AC tərəflərin mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtələrinə toxunur. ABC 40 dərəcədir. Yəni, bura 40 dərəcədir. Bilirsiniz ki, radius toxunana perpendikulərdir. Bura 90 dərəcədirsə, bura olacaq neçə? Bəli, 50 dərəcə. Və qaydamız var ya bizim uşaqlar. Deməli, toxunanlarda bura verilərsə, buranı tapanda nə edirdik? 180-dən m çıxırdıq. M çıxırdıq, bərabər edik x-ə. Bizim m-imiz məlum deyil, amma bura 50-dir də bilirik ki, baxın, iki toxunan arasındakı bucaq 50-ni verib. Buranı tapanda m bərabərdir 180 çıxılsın 50, bərabər olacaq 130 dərəcə. Vəssalam. Aha. 83. Uşaqlar, birinci deyir ki, piramidanın tam sətin sahəsi 360-dır. Doğrudur mu uşaqlar? Gəlin bir dənə diqqətlə bura qulaq asaq. O qədər sadə sualdır ki, deyəsiz, ay mənə budur. Baxın, əvvəlcə S oturacağımızın kvadrat olduğunu bilirik. O zaman, əgər S oturacağımız 100-dürsə, oturacağın tərəfi nə qədərdir uşaqlar? Nə qədərdir? Çox sadədir. 10-dur. 10, 10, 10, 10. Nə gözəl. Onda perimetr oturacaq nə olacaq? 40. Getdi bu. Aha. Uşaqlar, H apofemi, bax, burada çəkilib, burada qırağa çəkilib, bu hündürlük, bax, odur. H apofemi bilmirəm. X-dir. Hə, yaxşı. Oturacağım sahəsini verib. Gəlin, indi tam sətin sahəsini yazaq. Piramidanın tam sətin sahəsi S oturacaq, toplansın, S yandır uşaqlar. S yanın da düsturu nə idi? 2-də 1, P oturacaq, vurulsun H apofem. Hə, uşaqlar. H apofemi bilmirəm. P oturacağı bilirəm 40-dır. İxtisar getdi, qaldı 20 H apofem. Hə, uşaqlar, yazıram indi belənçinə. S-tamı bilirəm ki, 360-dır. 360 bərabərdir. S oturacağımı verib sağ olsun 100. Toplansın. S-yanı tapdıq 20 H apofemdir. Bunu da yazdıq. Okey. 20 H apofem bərabərdir. H apofem bərabərdir 260-a. H apofem də bərabərdir 13 santimetr. Vəssalam. Bitdi. Məncə, ay müəllim, piramida var idi, bir piramida deyən uşaqlar, o birisi uşaqlara nə düşmüşdü, bizə nə düşmüşdü deyən uşaqlar, məncə də qorxu deyildi. Düsturu bilsəydiniz, əgər tam şəkildə, sizdən tam sətin sahəsi veribsə, tez tam sətin sahəsi düsturunu yazsaydınız, məncə rahat şəkildə yaza bilərdiniz. Bu qədər uşaqlar, ümumi cavabları da Instagramda paylaşaram, baxarsınız. Uğurlar hər birinizə, inşallah tam yazmısınız hamınız və nəticələrinizi paylaşmağı unutmayın. Hələlik.